Salam aleykum, hamını yeni videodan salamlayıram. Videonun adından da gördüğünüz kimi bu günləri BYD-nin full komplektasiyasını sizə göstərəcəm. Və özümə də təəccüblü gəldi. Bir çox şeyləri heç bilmirdim. Sən demə bunlar da var imiş. Yəni tam bildiyiniz fulldur. BYD Destroyer'ın Azərbaycandakı satıcıların dediyinə görə 5 komplektasiyası, amma rusların bəzi forumlarında 13-ə qədər komplektasiyasının olduğunu deyirlər. İndi hər birini incələməyəcəyik. Bu günləri ən minimal komplektasiya ilə maksimal komplektasiyanın fərqini göstərəcəm. Misalların çoxsun elə maksimal komplektasiya göstərəcəm sizə. Yəni hansı ki bizdə yoxdur, onları sadalayacağım, siz də görəcəksiniz. Əvvəlcə çöldən, sonra menyudan və interyerdə bəzi fərqlərin olduğunu sizə göstərəcəm. İlk öncə bax gördüyünüz həmin bu işıq. Burada gördüyünüz qabaqdakı bu işıq. Yəqin ki heç bir BYD-də görməmisiniz bunu. Baxın, yəni adi komplektasiyadır bizdə. Maşın çişli olduğuna görə üzrlə hesab eləyim, rayondan gəlmişəm birbaşa. Bu maşın çəkiliş eləməyə, çünki bazar gündür, qalan vaxt olmur qardaşım. Gördüyünüz kimi bizdə adi nikeldən bir şeydir. Yəni buradasa onun əvəzində bir işıqdır. Daha sonra önündə olan fərqlərdən biri qabaqda park radarlarının olmasıdır. Gördüyünüz kimi bizdə yoxdur. Bizdə yalnız indi arxadan göstərəndə görüntüsünü göstərəcəm sizə. Bizdə arxa tərəfdə var, bunlarda həm də qabaqda var. Və daha sonra üçüncü fərq qabaqda kameranın olmasıdır. Yaxından baxın. Qabaqda bir kamerası var. Hansı ki bizdə yeri qoyulub. Yəni kimsə bunu səhv salar, elə bilər var. Burada yəni heç nə yoxdur, bu kamera deyil. Daha sonra öndə olan fərqlərdən biri, indi yaxınlaşdırıb sizə göstərəcəm. Burada gördüyünüz kameradır, datçiklərdir. Biri video registratordur, indi onu sizə içərdən də göstərəcəm. Biri də ara məsafəsini saxlaması üçün, yəni bu maşında cruise kontroldan da əlavə adaptiv cruise kontrol var. Adaptiv cruise kontrol da nə deməkdir? Qabağınızda bir maşın gedir, adaptiv cruise kontrol aktiv edirsiniz, qabağınızdakı maşını radar görür və ara məsafəsi saxlayaraq yəni maşını özü avtomatik idarə eləyir. Çünki bu maşında həm də zolaq tanıma da var. Onu da içəridə sizə salonda göstərəcəm. Uşaq da belə bu maşını bəyəndi. İndi isə keçək fərqlərdən daha birisinə. Güzgülərdə olan işıqlandırma və kamera. Bu da 360 kameranın olması deməkdir. İndi sizə öz yüzümüzlə göstərəcəm. Bu hər ikisi adi komplektasiyada minimalda yoxdur. Gördüyünüz kimi tərtəmiz, heç nə yoxdur. Daha sonra güzgülərin avtomatik qatlanması da var. Gördüyünüz kimi. Bu funksiyanı avtomatika da qoymaq olur. Yəni maşın bağlananda avtomatik güzgüləri qatlanır. Bu arada açarlarda heç bir fərq yoxdur. Açarlarımız eynidir. Və bu da bağlayırıq. Gördüyünüz kimi avtomatik güzgülər qatlanır. Və bu işıqlar da yanılı qalır. 10 saniyə sizi evə yola salandan sonra daha sonra sönür. İndi bu da bunun işığı. Güzgünün altında olan dediyim işıq. Buradan da işıqlandırması var gördüyünüz kimi. Bir də disk ölçüsü və təkərlər, diskin özü də gördüyünüz kimi bu disklər 17'likdir. Bu radno üstündə gələndə dəyişilməyib. 17'lik. Bizdə də 16'lıqdır təkərlər. Disklərin də fərqini görürsünüz. İndi zövqlər müxtəlifdir. Məsələn, mən bu diskləri daha çox bəyənirəm. Bunun görüntüsü. Daha sonra lükün olması. Buyurub baxa bilərsiniz. Yəni minimalda lük yoxdur. Maksimalda lük var. İndi onu içərdən də sizə göstərəcəm. Və ən böyük müsbətlərdən biri və budur sürpriz. Görə bilərsiniz. 2 şarj yeri var. Biri GBC-si, yəni
evdə şarj olunması üçündür. Bu daha gec yığır. Formlarda yazılanlara əsasən 5.5 saata bundan yığmalıdır. 1,5 1 saatdan biraz çox müddətə də fast charging'dan yığır, gördüyünüz kimi. İndi gəlin özümüzdəkinə baxaq. Bizdə bildiyimiz, yəni bir dənədir. O da evdə zaratkaya qoymaq üçündür. Arxa görüntülərində, arxa bagajın ölçüsündə hər ikisi də 450 litrdir. Arkada kamera hər ikisində var. Sadəcə olaraq fərqini onu içərdən sizə göstərəcəm. Kameranın görüntüsü çox idealdır. Yəni bizdəki çox zəif göstərir. İndi fərqləri yenə də göstərəcəm. Və arxada heç bir başqa bir dəyişiklik, məsələn BMW-lərdə M fərqi olur falan. Yəni bunlarda gördüyünüz kimi birə-bir eynidir. Baxa bilərsiniz. Forma, struktur, bagaj açılması, yəni bagajın knopka ilə bağlanması falan yoxdur. Bunlarda da elektrondur, bizdə də elektrondur. Yəni arxa tərəfdən heç bir fərq yoxdur. Bir də işıqlandırmasında qardaş da onu gördü. Əsas da qabaq işıqlarında bunların işıqları biraz daha belə deyək də işıqlanması, yarkısı biraz daha azdır. O da məncə faraların daha qara olmasından irəli gəlir. Demək indi isə keçirik yavaş-yavaş interyerə. Demək gördüyünüz oturacaqların elektron idarə olunması. Həm beli tam arxayadır indi. Və yuxarı hündürlüyə də tənzimlənməsi hər biri var. Yəqin ki belində tərpənməsini gördünüz. Və bu hər iki tərəfdədir. Minimal komplektasiyadasa gördüyünüz, yəni belə əllədir. Burada da altdan tənzimlənir. Burada da hər bir şey əllədir, ruçinoydur. Demək ilk olaraq bizi qarşılayır sükan. Gördüyünüz kimi sükan tam olaraq fərqlidir. Və üzərində bəzi funksiyalar var ki, bizdə də var. Məsələn, bu kodun alıb verilməsi, menyunun dəyişdirilməsi, zəng, bu голосовой poisk səslə axtarış sistemidir. Bu iç menüsudur. Gördüyünüz kimi sürətlənməsi falan, nəyə göstərir, nəyə göstərmir. Bunların çoxsu eynidir. Biraz görüntüsündə fərq var. Biz menünün göstəricisində, o da nə ilə əlaqədardır? İndi sizə deyəcəm. Bir dəqiqə bunu qaytaraq yerinə. Ümumiyyətlə gördüyünüz kimi monitor fərqlidir. İnşallah buranın eksteriyeri ilə tam qutarım. Bir dəfə bu maşına keçib qayıtmaq istəmirəm. Tam olaraq bu maşın haqqında danışım. Özümdəki ilə fərqini sizə göstərəcəm. Hər iki monitor fərqlidir. Yəni bu monitorun da görüntüsü çox gözəl və fərqlidir. Bu monitor ümumiyyətlə böyüdür. Yəni səhv eləmirəmsə bu 15'lik olmalıdır. Baxın, yəni çox böyüdür də, yəni çox qəşəngdir. Yəni bunu bu boyda monitoru mən BYD, inşallah onların da çəkilişləri yavaş-yavaş olacaq. Song Plus'da görmüşdüm. Tam elektrikdə. Onlarda bu boyda monitor gəlirdi. İndi isə Destroyer'larda bundan balacadır. Seal 05'lərdə, yəni yenilənib, bilirsiniz ki bizim maşınlar, inşallah Seal 05'in də çəkilişləri olacaq. Onlarda yenə də balacalaşdırıblar. Yəni Kim Plus'da olan monitordan qoyublar. Kim Plus'da bilirsiniz ki Destroyer'ın adi komplektasiyasından da belə balacaydı. Fərqlər çoxdur. İndi bir-bir hamısını sizə göstərəcəm, izah edəcəm. Demək, fərq nömrə 1. Demişdim ki sizə zolaq tanıma var. Bu da sizin üçün zolaq tanıma. 360 kameranın idarə olunması. Buyurun baxın. Və bir də indi Destroyer sürənlər yəqin ki açıq-aşkar fərqi görəcək. Yəni kameranın görüntüsü necə fərqlidir. İndi sizə o biri maşından da göstərəcəm. Buradan da pozisiyaları dəyişə bilirsiniz. Gördüyünüz kimi hansı pozisiyada istəyirsiniz qoyursunuz. Bu yan güzgüdən olandır. Bu qabaq hissədən elədiyi çəkilişdir. Yəni
Maşını sürmək bu formada çox, yəni öz maşınımdan keçəndən sonra çox zövq verici oldu mənim üçün. Demək belə, burayla qurtardıq. Monitorun dönməsi də bu bizdə də var və budur. Həmən o adaptiv cruise control. Gördüyünüz kimi zolaq tanıma ilə və bunları aktiv eləyirsiniz. İndi onu sürüb də eləmək lazımdır. İndi qardaşın vaxtı yoxdur. Onun üçün gələ bir normal trasa çıxaq və yaxud da düz olan bir yola çıxaq ki, onun çəkilişini eləyək. İnşallah gələcəkdə tələbat olsa, inşallah onun da çəkilişini eləyərik. Məncə sükanla bu qədər. Buralarda heç bir dəyişiklik yoxdur. Gördüyünüz, yəni hər şey eynidir. Şüşə silgilərinin rejimləri falan, işıqlandırma üçün olan fərqlər hamısı eynidir. Trip A, trip B, trip F, odometr fərqlidir. Daha sonra interyerdə olan fərqlərdən biri, bizdə buralar qara matdır. Məncə bu 2020 yaşının 22-ci il istehsalı olması ilə bağlı da ola bilər. Çünki bunun bu formada full komplektasiya Bakıda yoxdur deyə. Ona görə də məsələn bu fərqləri sizə deyə bilmirəm ki, bu dəqiq 2023-də, 24-də, 25-də belə olubmu, yoxsa bizdəki kimi, indi onu da sizə göstərəcəm. Və burada heç bir fərq yoxdur. Hər şey burada bizimki kimi eynidir. Start stopu, xod alıb verəni, kondisioneri idarə olunması və burada modlar da hamısı eynidir. 3 cür modu var: sport, eko, normal. Bir də bu arada onu da qeyd edeyim ki, bu maşının sürətlənməsi daha tezdir. Bunlar 7.3'ə 100'ə 7.3'ə yığır. Bizdə 7.9'a. Halbuki bunun birdəki çəkisində fərq var. Təxminən 105 kilo fərqi var. Çünki bu maşında akkumulyator daha böyüdür. Bu arada onu da demək yaddan çıxmışdı. Ən böyük üstünlüklərdən biri də bu maşının bildiyiniz kimi 120 kilometr olmasıdır. 120 kilometrində müxtəlif komplektasiyaları var. İndi ola bilər ki, bu lap fullu da deyil. Onu yalan deyirəm. Çünki maksimal komplektasiyanında bir neçədən növü var. Flagship, nə bilim, Premium Edition, Luxury Edition, hərəsinə bir ad qoyub buraxıblar. Çünki eşitdiyimə görə burada və yaxud da burada bilmirəm, hər iki hansındasa birində onlarda işıqlandırma. Çox cüzi fərqlər var bunların fullları arasında. Ona görə də bunların hamısına elə full demək olar. Çox cüzi hansısa bir monitorda falan olan, məsələn, və yaxud da balaca bir işığa görə olan fərqlərdir. Bu da fərqlərdən biridir. Düzdür, xanımlar üçün daha bu məqsəd uyğun olar. Daha tez-tez istifadə edirlər bundan. Bizim maşınlarda yoxdur. Onu da yadımdan çıxmasa sizə göstərəcəm. Burada güzgünün olmasıdır. Daha sonra gördüyünüz ambiyans işıqlar. Hətta ayaq altına da verir. Gördüyünüz kimi. Bu bazarda çəkilənlərdən deyil, amma onlardan fərqi nədir? Burada yalnızca buradadır. Yəni gördüyünüz bu qabaq hissədədir və ayaq altılarındadır. Nə qabaq qapının buralarında gördüyünüz kimi, nə də ki arxada heç bir ambiyansın getmir. Yəni yalnızca buradadır və ambiyans da buradan da idarə olunur. Yəni rənglərin idarə edə bilirsiniz. Gördüyünüz kimi ambient lamp color. Menyuda bir çox dəyişikliklər var. Çox da dərinə gedə bilmirəm. Məsələn, bu X-Mirror bilmirəm nədir. Rear Mirror Fold. Qabaq güzgünün qatdalanmasıdır. Bunu buradan söndürəndə, indi bilməm, bu səhv eləmirəmsə, açarla vuranda bağlayır yoxsa yox, onu söndürüb yandırır. Bəzi fərqlər var. Məsələn, burada da fərqlər var. Gördüyünüz kimi bu menü bizdə yoxdur. Sonra bir-iki də dəyişikliklər var idi. İndi onlar yadıma düşsə sizə bir-bir deyəcəm. Daha sonra burada simsiz şarjın olmasıdır. İndi mənim digər telefonum
Simsiz şarjı dəstək eləmir, amma öz çəkiliş elədiyim telefonu qoydum, yoxladım və həqiqətən də var. Həqiqətən də işləyir. Yəni simsiz şarjın olması. Bu da böyük bir üstünlükdür. Daha bir fərqi sizə göstərmək istəyirəm. Bizim maşınların monitoru demək 32'li idi. Bunlarda 128'li idi yaddaş. Burada da video registrator var. Yəni taksi üçün məsələn bunu götürsək, taksi üçün indi yeni qaydalara oturuşmuş bir qayda var ki, taksi mini avtomobillərində video registrator olmalıdır. Düzdür, bu içərini salonu çəkmir, amma çölü çəkir. Yəni içərini də çəksəydi super olardı. Yaddaşın 128 olması daha bir üstünlüydür. Və burada menyuda bizdə bu yoxdur. Məsələn bu DVR. Girirsiniz bura. Playback və burada videoları yaddaşda saxlayır. Yalnızca qabağı çəkir və yaddaşda saxlayır gördüyünüz kimi. Video registrator rolunu oynayır. Və növbəti və mənim tapdığım, bildiyim və maşın yiyəsinin özü ilə də bir yerdə aşkar elədiyimiz üstünlüklərdən biri də arxada dirsək altlığının olmasıdır və podstakaniki də var. Yəni stakan qoymaq üçün yerləri var. Bildiyim qədərilə bunların bəziləri boş gəlir. Yəni bu stakan altlığı olmur. Səhv eləmirəmsə, ola bilər səhv eləyirəm, düzəldərsiniz. Fərqlərə baxa bilərsiniz. İndi mənim maşım çəkilidir, bu qardaş gəldi, təzə maşındır. Görürsünüz, yəni işıqlandırmada fikir verin. Bunun bizdəkilər ağdı. Bunda biraz tündləşdirilmişdi. Biraz da yüngül sarıya çalması var. Yoxsa mənə elə gəlir. Yəni çox qəşəng görsənir. Belə indi özümdəki keçib öz maşımdakı fərqləri də göstərəcəm və videonu sonlandıracağam. Siz sonuncu dəfə bu maşının gözəlliyi ilə feyziyab olun. Bir də qardaş üçün proqramları yazdım. Proqramın böyüklüyünə baxın, monitorun böyüklüyünə baxın. Görün necə vəziyyət. Ləzzət verir. Canlı daha yaxşı görsənir. İndi sizə burada belə onu çatdıra bilmirəm. İşıqlandırmasına görə. Demək, incələmə videosunda düzdür bunların hamısını göstərmişdim, amma yalnızca bu videonu baxanlar üçün bəzi şeyləri göstərim. Məsələn, burada bizdə işıqlanma zəifdir. Burada güzgümüz yoxdur. Monitorumuz gördüyünüz kimi balacadır. Konsolumuz matdır. Konsol gördüyünüz kimi matdır. Simsiz şarj bizdə yoxdur. Daha sonra ambiyans işıqlar bizdə yoxdur. Sükan gördüyünüz kimi tam olaraq fərqlidir. Və sükanın üzərində olan bir çox şeylərdə, məsələn, onda adaptiv cruise control olan, zolaq tanıma falan filan, onların hamısı buradaydı. Bizdə olan heç biri yoxdur. Kiçik olan monitorumuz daha sadədir. Onlarda daha başqa cür görsənir. Bu monitorumuz ondan daha balacadır. Gördüyünüz kimi. Yəni belə. Bir də arxada bizdə qoltuq altı yoxdur gördüyünüz kimi. Üzr istəyirəm, dirsək altı yoxdur burada. Bizdə nəzərdə tutulmayıb. Belə, ümid edirəm ki, video maraqlı oldu sizə. İnşallah kanalımıza abunə deyilsinizsə, kanalımıza zəhmət olmasa abunə olun. BYD-nin çalışacağım ki, bir çox modellərin çəkim göstərim. Ümumiyyətlə, taksiyə aid, taksidə istifadə olunan bir çox maşınların çəkilişi olacaq. İndi bu yaxınlarda Çanqan çəkməliyəm. Və daha sonra da digər maşınlar olacaq. Kim ki çəkilişlərdə iştirak etmək istəyir, zəhmət olmasa aşağıda rəylərdə yazın. Əsas da axtardığım 100.000 kilometr və yaxud da ona yaxın olan Çin avtomobilləridir, hansı ki taksidə sırf sürülür. Park maşınları maraqlı deyil, çünki park maşınların
bir nəfər sürməyib, bir neçə nəfər sürüb. O yüzden maşının sürülən bu 100 min, nə bilim indi 150 min nə qədərsə sürülübsə, həmin vaxtı yəqin ki servis xərclərindən xəbər yoxdur. O yüzden şəxsi özü üçün sürənlər zəhmət olmasa əlaqə saxlasın bizimlə. Bu arada BYD-nin grupu da var. Linki aşağıda bırakmışam. Qardaş da bizim elə məhz BYD grupdan idi. Onu məhz BYD grupdan tapdım, tanış oldum. Sağ olsun gəldi, çəkiliş elədi. Siz də əgər sırf B-də sürürsünüzsə, BYD qrupa linki aşağıda keçid qoymuşam. Keçid edin, istək atın, qəbul eləyəcəm. Çox xahiş edirəm, çoxlu sayda, yəni 5 nəfər qrupa istək atırsa, onun biri B-də sürən olur, qalanları maraq göstərənlərdir. Yəni mən də başa düşün, qrupa açmışam sırf B-də sürənlər üçün ki, onları bir yerə toplayım. Yəni əksin fikirləşənlər ki, mən gəlmişəm maraqla, nə bilim, soruşum eləyim, görüm necə maşındır. Yəni o fikirlə olsa, qrupda bir dənə B-də sürən olacaq, 100 dənə B-də ilə maraqlanan olacaq. O qrupun heç bir mənası qalmayacaq. O yüzden yalnız B-də sürənlər dəvətlidir. Belə, bu videomuzdan da bu qədər. İnşallah gələn videolarda səslənərik. Sağ olun.